Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz 42-ci test həndəsi ornamentlər. Tapşırıq 1-dən başlayırıq. Yazı ki, aşağıdakılardan hansının cüzgi əksi səhv verilmişdir? Cüzgi əksi bilirsiniz ki, simmetriya oxuna nəzərən eyni uzaqda yerləşən nöqtələrdir və burada da məsələn M düzdür, birincisi düz olmuş oldu. N burada N yuxarı gəlibsə ucu, bu tərəfdə də yuxarı getməlidir. Deməli nə olmalıdır? Əslində bu şəkildə, məsələn deyək ki, bu yuxarı qalxıbsa, simmetriya oxuna görə bu da belə düşməli idi aşağı, daha sonra yuxarı qalxıb, daha sonra da nə olmalıdır? Düşməlidir aşağı. Yəni bu şəkildə olmalı idi. Çünki eyni uzaqdan yerə, eyni uzaqda eyni nöqtələr, yəni qatdalıqda sanki üst-üstə düşməlidir. Deməli elə B səhv verilmişdir. Doğru cavab B variantında verilmişdir. 2-yə baxırıq, görə 2-də nə yazır? Yəni verilmiş şəkillərdən hansında üçbucağın oxa görə cüzgi əksi düzgün qeyd olunmuşdur? Hansında düzgün qeyd olunmuşdur? Bu düzgün qeyd olunmamışdır. Bu ucu bu tərəfdə olmalıdır. A variantı getdi. B-yə baxırıq. Burada da yəni eyni şəkildə, yəni yuxarı tərəf aşağıda olmalıdır. Bu da deyil. Düzgün olan bizə lazımdır. C variantı da deyil. Amma D variantıdır. Çünki bu nöqtə eyni uzaqda, bu oxa nəzərən eyni uzaqda yerləşmiş olur. Bu nöqtə bu oxa nəzərən eyni uzaqda yerləşmiş olur və doğru cavabımız da D variantında verilmişdir. Üstə yazır ki, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən etmiş oluruq. Deməli, hərəkət 3 cür olur da, əks etmədir, yer dəyişmədir və dönmədir. Məsələn, birincisi nədir? Bu əks etmədir. Cüzgi əksidir, əks etmədir. İkincisi yer dəyişmədir. Üçüncüsü də ki, dönmədir. İndi bizdən soruşur ki, A yer dəyişmə. A yer dəyişmə olsun. Deməli, A2 olmalıdır. Deməli, burada yazaq yer dəyişmə. A2 bu oldu A. B cüzgi əksi olmalıdır. B oldu 1. 1-də B olmalıdır. Dönmə də ki olur 3-də. Bu da oldu C. Deməli 1B olanına baxırıq. 1B 2 A olmalıdır. 1B 2A. 1B 2A üstə C. Doğru cavab B variantında verilib. Davam edirik. 4-ə baxırıq. Yəni verilmiş fiqurun 90 dərəcə sola dönməsini göstərən şəkil hansıdır? Sola, yəni bu istiqamətə dönmüş olacaq. 90 dərəcə dönsə bir dəfə fırlanır. Bu bir dəfə fırlananda bu 2 dənə sarı gəlib aşağıda qalmış olacaq. 2 dənə sarı aşağıda qalacaq. Digərləri elə bir şey sanki öz buradakı kimi göstərilmiş olur. Doğru cavaba baxırıq ki, elə A variantında verilmişdir. Yəni bir dəfə fırlananda 90 dərəcə fırlanmış olacaq. Yəni tam fırlanmış olanda isə bu artıq 360 dərəcədir. 4 dəfə 90, 4 dəfə fırlansa gəlib eyni nöqtəyə düşəcək. 2 dəfə 180 dərəcədir ki, elə bir şey qabaq, arxa, elə bir şey arxana çevrilmiş olursa. 5-ə baxırıq. 5-də yazır ki, şəkildə hərəkətin hansı növü göstərilmişdir? Birinci baxırıq ki, Aya baxırıq ki, 90 dərəcə dönmədir. Gəl burada qalmış, buradadır şəkil, eyni şəkil gəlib burada da düşüb. Hansıdır? Bu şəkildir. Burada sonra da burada göstərilmişdir. Deməli 90 dərəcə dönmə olmuş olsaydı bu üzü, yəni belə deyək də yuxarı qalmış olardı, aşağı qalmış olardı. Yəni bu nöqtə burada bu şəkildə olmazdı, buradakı kimi eyni olmazdı. 180 dərəcə dönmüş olsaydı, yenə də yəni belə deyək də sanki cüzgi əksi kimi olmuş olacaqdı ki, bu da mümkün deyil. Yer dəyişmədir. Əlbəttə ki, yerini dəyişir. Buradan bura gəlmişdir və yerini dəyişmir. Bu şəklin tamamı nəzərdə tutulur. Sanki içindəki nəzərdə tutulur. Buradan götürüb bura qoymuşlar. Bu da doğru cavabımız C variantında verilmişdir. Növbətinə baxaq, görək nə deyir. 6-da yazır ki, aşağıdakı şəkillərdən hansı verilmiş atın saat əqrəbinin əksi istiqamətində 90 dərəcə fırlanmasını göstərir? Deməli, saat əqrəbinin əksidirsə, o zaman sola doğru getmiş olacaq və sola doğru gedəndə başı yuxarı qalmış olacaq bunun. Bu da D variantında göstərilmişdir. Növbəti suala baxaq, görək növbəti sualda nə olacaq. 7-də yazır ki, şəkildə hərəkətin hansı növü göstərilmişdir?
Hərəkətin hansı buradakı gəlib bura düşübdür, yəni yerini dəyişmişdir. Bu şəkil eyni ilə olduğu kimi sadəcə sürüşüb, gəlib bura düşüb. Buna görə də yer dəyişmədə A variantı olmuş olacaq. 8-ə baxırıq, yazır ki, aşağıdakılardan hansı verilmiş fiqurun 180 dərəcə dönməsini göstərir. 180 dərəcə dönməsi budur ki, yəni buradakılar gəlib burada qalmış olacaq. 180 dərəcə döndü, amma nə olacaq? Gəlib aşağıda qalmış olur. Məsələn, yaşıl gəlib aşağıda qalmış olacaq. Bundan bir vahid yuxarıda burada olacaq, sarı olmuş olur. Bunlar gəlib bu aşağı tərəfdə qalacaq, mavilər burada olmuş olacaq ikisi. Bu da hansı variantda verilmişdir? D variantında verilmişdir. Davam edək. 9-da yazır ki, Fatimə verilmiş fiqurun hər dəfə 90 dərəcə sağa dönməsini çəkir. Buna görə 4-cü hala uyğun gələn şəkil aşağıdakılardan hansıdır? 4 dəfə 90 dərəcə döndərsək, gəlib eynisi ilə, yəni yerində qalmış olacaq ki, bu da yenə də D variantında göstərilmişdir. Yəni bu şəklin eynisini biz burada axtarmalıyıq ki, bu da D variantındadır. Çünki 360 dərəcə döndükdən sonra gəlib yerinə düşmüş olacaq. Daha sonra ona baxmış oluruq. Onda yazır ki, verilmiş fiqurun A nöqtəsi ətrafında 3-cü dəfə dönməsini göstərən şəkil aşağıdakılardan hansıdır? 3-cü dəfə dönəndə sanki bir dəfə geri qayıtmış olur. Geri qaytarmış olaraq bunu. Və bunu buradakı şəkildəki kimi gəlin birinci bölək hissələrə. Daha sonra, yəni belə deyək də, böldükdən sonra biraz səliqəsiz çəkmişəm. Nəysə göstərin. Gəl bunu buradakı nöqtəni 1 adlandıraq. Bunu 2. Yəni sarılar 1, digərləri 2. 1, 2. 1, 2. Bu da 2 olmuş oldu. Bir dəfə geri dönmüş olsa, bu nöqtə gəlib bura düşmüş olacaq. Belə bir şey olmuş olur burada. Yəni bura gəlib bura düşəcək. Burada 1 aşağıda qalacaq, 2 yuxarıda qalacaq. Sonra yenə də bundan nə gəlmiş olur? 1, 2 gəlmiş olur. Bura yenə 1, bura olacaq 2. Yenə də buradan bir dənə də beləncə gələcək. Bura yenə də 1, bura 2 və sonda gəlib burada 2 qalmış olur. Görürsünüz, buradan fırlatdım və bu istiqamətdə bir şey geri getmiş oldu. İndi bu yazılanları burada əks etdirmiş oluruq. Buradan başlayaq. Yəni bu başda qalacaq. Buradan 1, 2 düzdür. Amma burada 2 gəldi bir dəfə. Yəni bu rəngdə olanı 2 yazmışdıq. Deməli A variantı deyil. Yenə baxırıq. 1, 2, 1, 2. 2 gəlməməlidir. Görürsən, 1, 2, 1, 2, 1, 2, 3 dəfə 1, 2, 1, 2 gəlmiş olur. C-yə baxırıq. 1, 2, 1, 2, 1, 2, 2. Yazdığımızla tam olaraq uyğunluq təşkil edir. C variantı odur. İstəsə buna baxırıq. Burada ümumiyyətlə birinci 2 gəlmiş olur. Ona görə də D variantda deyil, B-də deyil. Doğru cavabımız C variantı olmuş oldu. 11-ə baxırıq, yazır ki, Mahir şəkildəki kimi naxış düzəldib onu bir neçə dəfə təkrarlamaq istədi. O 12 yaşıl üçbucaq kəsdi. Mahir bütün yaşıl üçbucaqlardan istifadə edə bilməsi üçün qırmızı kvadratdan neçə dənə kəsilməlidir? Baxırıq ki, neçə dənə burada üçbucaq var. Bunlar əlbəttə üçbucaqlar 4 dənədir. 12 dənəsi kvadratlarsa 2 dənədir. Deməli, biz bilirik ki, hər 4-ünə 2-si lazım olur. Və 12-nin də 4-də 2 hissəsi olmuş olacaq ki, bu da 2-də 1-idir. Yəni yarısıdır. 12 dənə yaşıldırsa üçbucaq, yarısı qədər, yəni 6 dənə də nə olmalıdır? Qırmızı kvadrat çəkilməlidir. 12-ciyə kəsilməlidir, daha da çəkilməlidir. 12-yə baxırıq ki, Səmra 6 bucaqlı, düzbucaqlı və kvadrat kəsib. Bunu bir dənə də izah edeyim sizin üçün, bəlkə də başa düşmədiniz. Cəmi 12 dənə yaşıl var da, düzdürmü? 12 dənə yaşıl var. Bu hər 4 dənəsi daha doğrusu 2 dənə qırmızı. Hər 4 dənə 2 dənə qırmızı. Neçə 4 var? 12-ni bölərsiniz burada. 4-ə. Neçə eləyir? 3 etmiş olur. Deməli 3 dənə də qırmızı, 3 dənə yox, hər 4-əsinin 2-si lazımdır. 3-ü də nə edirik? Vururuq. 2-yə bu da bərabərdə 6 etmiş olur. Bu şəkildə biraz şifahi izah elədim. Bəlkə başa düşülmədi deyə yenidən qayıtdım. 12-də yazır ki, Səmra 6 bucaqlı, düzbucaqlı və kvadrat kəsib üst-üstə yapışdırmaqla şəkildəki kimi naxış düzəltmək istədi. O 8 6 bucaqlı və 33 kvadratdan neçə belə naxış
düzəldə bilər. 8 altıbucaqlıdır. Bizə əsas lazımdır ki, bu 33 kvadratdan neçə dənə? Çünki 33-ü bölməliyik. Hər birinə 6 dənə yapışdırıb da. Hər bir altıbucaqlıya 6 dənə nə yapışdırıb? Kvadrat yapışdırıb. Ona görə də 33-ü bölürük 6-ya. Bərabər deyir 5. Burada 5 dənə düzəldə bilər. Çünki qalanlarından, yəni altıbucaqların sayı çox olsa da, biz kvadratları, yəni ona yapışdırıb bu fiquru əmələ gətirə bilmərik. Yəni ən az sayda nə var? Yəni belə deyək də, ən çox 5 dənə düzəldə bilər. Doğru cavab B-dir. Çünki 6-cısını düzəltmək üçün artıq o 6-cı 8 deyirəm, 6 bucaqlıya 6 dənə kvadrat lazımdır, amma 3 dənə orada kvadrat qalmış olacaq da. Qalığımız 3 olmuş olur. 6 dənə deyil, axı deməli növbətini düzəldə bilmərik. 6-cısını düzəldə bilmərik. Ona görə də B variantı olmuş oldu. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.